Bugün şəhərimizin qonaqları rubrikasında müsahibimiz uzun illərdir Estoniyada yaşayan, mədəniyyətimizi Avropada layiqincə təmsil və təbliğ edən soydaşımız rəssam Rövşən Nurdur. Onun uşaqlıq illərindən rəssamlığa böyük marağı olub. Bu həvəs onu təhsilini incəsənət istiqamətində davam etdirməyə sövq edib. Əvvəlcə Əzim Əzimzadə adına rəssamlıq məktəbində xalçaçılıq üzrə, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəssamlıq, ardınca isə Estoniya Rəssamlıq Akademiyasında magistratura təhsili alıb. Mən naturadan çəkməyi çox sevirəm. Təbiətdən ilham alıram və onun gözəlliklərindən, Allahın yaratdığı gözəlliklərindən mən ilham alıb öz əsərimi əks etdirirəm, çəkirəm. Bir çox əsərlərim mənim naturadan baxaraq, yəni onu hiss edərək, orada o gözəllikləri, bir də duyğuların əks etdirirəm. Rəssam təbiətə olan sevgisini fırçası ilə ifadə edir. Əsərlərində impressionizm üslubunun işıq və rəng oyunlarından istifadə edir. O, Azərbaycan xalça sənətinin zənginliyini müasir bədii ifadə vasitələri ilə birləşdirir. İmpressionizm üslubu insanın bir duyğu, hissdən gələn bir hisslərdir. Bəlkə mən bir duyğusal bir insan olduğuma görə mən onu çox sevirəm və həm də təbiətdən, gözəlliklərindən zövq alıram və onun əks etdirmək istəyirəm. İmpressionizm üslubu baxaraq sənin o hisslərində duyğularındır, onun əksidir. Sevdiyim üçün yəqin o üslub üzərində çalışıram. Rövşən Nur bir çox beynəlxalq müsabiqələrin və Estoniyada keçirilən sərgilərin iştirakçısı olub. Əsərləri Baltikyanı ölkələrdə və Avropada nümayiş olunub. Xalça sənətini mən naxışlar, ornamentlərin, yəni Azərbaycan tarixi irsi olduğuna görə çox sevirəm. Bir çox sərgilər, xalçadan bağlı master-klasslar edirdim. Mənim orada öz yaradıcılıq mərkəzim var, Azərbaycan Yaradıcılıq Mərkəzi. Və orada bir dərslər eləyirəm, Bazar günü məktəbi var və həm də Qərbi Azərbaycan Cəmiyyətinin rəhbəriyəm. O, eyni zamanda Estoniyada rəsm müəllimi kimi fəaliyyət göstərir. Uşaqlar və böyüklər üçün yaradıcılıq düşərgələri və ustad dərsləri təşkil edir. Rəssam bu sayədə Avropa auditoriyasına Azərbaycan milli sənətkarlığını və mədəni irsini tanıdır. Röya Salmanova, Əli Abbaslı, Mirzə Abbasov, Səhər çağı.